Bu bir il ərzində bizim kəndimizdə 3 dənə ölüm hadisəsi olub ki, təhlükəsizliyi heç vaxt burada qorunmur. Məktəb qəzalı vəziyyətdədir. Şagirdlərin həyatı təhlükədədir. Media TV Azmedia qrupuna Sabirabad rayon Azadkənd kəndinin sakinləri bildirir ki, onların müraciətlərinə əhəmiyyət verən yoxdur. Kəndin mərkəzindən keçən avtomobil yolu Azadkənd kənd orta məktəbin tam qarşısından keçdiyinə görə şagirdlərin həyatı təhlükə içərisindədir. Yol üzərində lazım olan hərəkəti müəyyən edən yol nişanları quraşdırılmamışdır. Bu səbəbdən fürsətdən yararlanan sürücülər sürət həddini aşırlar. Bu halda da şagirdlərin həyatı təhlükə altına düşür. Kənd sakinlərini təqdim edirik. Aidiyyatı qurumların diqqətini çəksin. Mən Sabirabad rayon Azadkənd kənd sakini Əliyev Azər Sulduzoğlu. Neçə vaxtlardır bizim bu yolumuz, sağ olsunlar, yolumuz düzəlib, ancaq bu yollarda həqiqətən çox təhlükələr olur. Neçə dəfələrlə burada avariyalar olub, ölümlə nəticələnən hadisələrimiz də olub. Bura radar qoyulmasını icra başçısını sizdən xahiş edirik. Bura məsləhətli orqanlar gəlsin, bura baxsınlar. Məktəbimiz də bərbad vəziyyətdədir. Uşaqlarımız yol qırağında məktəbə getdiyi vaxtda sürət həddi həddən artıq çoxdur. Kimə deyirsin, heç kim baxmır, maraqlanmır bizim bu kəndlə. Uşaqlarımızın həyat təhlükəsizliyi, nəvələrimizdir, uşaqlarımızdır, gələcən əsgərlərdir. Mən Sabirabad rayon Azadkənd sakini Vadov Seymur Yazıfoğlu. Bizim xahişimiz ondan ibarətdir ki, icra başçımızdan bizim məktəbimiz bərbad vəziyyətdədir, uçur dağılıb, təhlükəli vəziyyətdir, çox ağzınalı vəziyyətdədir. Pürüzsə yollarımız gündəlik sürət məhdudiyyəti yoxdur. Yollarımızda məsələn radar yoxdur. Uşaqlarımız məktəbə gedib gəlir, qorxu hürkü ilə özümüz aparıb gətiririk. Çox təhlükəlidir. Xahiş edirəm bu barədə bir tədbir görülsün. Çox elə hər 3-də, 5-də elə birini vururlar, əzirlər, birini öldürürlər. Dəfələrlə olub qabaqda elə bir uşağı öldürdü. 10 yaşında uşaq maşının altında qaldı, öldülər. Mən Cəfarov Hacıağa Hacıbalıoğlu Sabirabad rayonunun Azad kəndindənəm. Bir ağsaqqalam, bir ağsaqqal kimi cənab prezidentimizə və rayonumuzun başçısı Siracəddin müəllimə müraciət edirəm ki, yəni bu bir il ərzində bizim kəndimizdə 3 dənə ölüm hadisəsi olub. Heç 15 gün bundan qabaq da ağır burada yenə yol qəzası oldu. Yaxşı, Allaha çox şükür olsun ki, heç bir ölüm itim olmadı. Məktəbin ərazisidir, uşaqlar hamısı məktəbdən çıxır. Izınaq da heç belə qalanda düzgün qoyulmayıb, izgan düzgün qoyulmayıb. Qaldı ki, mən müraciət edirəm cənab prezidentimə, təkrar olmasın və rayonun icra başçısına ki, xahiş edirik, bura bir radar qoyulsun, məktəbimiz təmir olunsun. Yəni bu günləri Allah cənab prezidentə can sağlığı versin. Bütün yerlərdə, bütün məktəblər remont olunub, təmir olunub. Rus söz işlətdiyimə görə üzr istəyirəm. Hər yerdə təmir olunub, bir bizim kəndimiz qalıb Sabirabad rayonunda. Xahiş edirəm ki, məktəb təmir olunsun və bu baxırsan yola ki, hər tərəfdə belə deyək ki, zolaqlar qoyulub, amma bizim kənddə nə zolaq var, nə uşaqları, yəni belə deyək ki, təhlükəsizliyi heç vaxt burada qorunmur. Ona yox, bax, bir də görürsən ki, buradan gəlir 120 ilə maşınlar keçir. Dəfələrlə burada, təkrar olmasın, 3 nəfər kəndimizdə adam ölüb. Yəni Allah rəhmət eləsin. Yəni bu qəzanın qarşısını alınmaqdan ötürü yenə bir cənab prezidentimizə müraciət edirəm ki, xahiş edirəm ki, bura bir köməklik göstərsinlər, bura bir radar qoyulsun. Yəni insanlar, indi müasir həyatdır, Allah bir güdə ömür verin, bunu insan kimi yaşamaq istəyirik, biz də bir Azərbaycan vətəndaşı kimi. O da sizdə xahiş edirəm ki, bura zolaqlar çəkilsin, bura bir radarlar qoyulsun ki, insanlar burada Allah verən o güdə ömrü normal yaşayıb, normal həyatdan da köçsünlər. O da qəza Allah heç kimə göstərməsin. Qəza hər bir insan bilir ki, bu qəzalar çox pis haldır. Durduğun yerdə, yaşadığın yerdə sağlam bir insan bir də görürsən ki, bir dəqiqədən sonra həyatını itirir. O da xahiş, balalarımız da biz bilək ki, balalarımız heç vaxt belə bir qəzaya düşməyəcəklər.